Zülmə məruz qalmış xalqın vəzifəsi nədən ibarətdir? Ki, qan məğlub olmur. Əgər haqq uğrundasa, qan heç vaxt yerə tökülən qan, torpağa üzərinə düşülən qan, haqq uğrundasa heç vaxt məğlub olmur. Və həmin xalqın vəzifəsi nədən ibarətdir ki, zülmə məruz qalıblar? Quran açıqlayır Şura surəsi 41-ci ayədə. وَلَمَنْ اِنْتَسَرَ بَعْدَ ظُلْمِهِ فَأُولَٰئِكَ مَا عَلَيْهِمْ مِنْ سَبِيلٍ. Zülmə məruz qaldıqdan sonra haqqını müdafiə edənlərin qarşısında heç bir yol yoxdur. Yəni, öz haqqını müdafiə etməkdə zülmə məruz qalmış şəxs qarşısını heç nə ala bilməz. Bu ayə bunu bizə göstərir ki, ən azı bir müsəlman olaraq insan öz xalqının müdafiə etməsi, öz haqqını müdafiə etməsi elə onun həm də dini vəzifəsidir. Bir də bəzən görsən, məsələn, biz bir məsələyə, bir hadisəyə bir tərəfli yanaşırıq. Məsələn, Xocalı soyqırımına mümkündür məğlubiyyət kimi yanaşaq vaxtı ikən, amma başqa bir aspektdən yanaşanda görürsən ki, bu məğlubiyyət yox, əbədi qalibiyyətdir. Necə? Orada şəhidlik məktəbin, şəhidlik mövzusunu ortalığa qoyanda görürsən ki, zahiri məğlubiyyətin qarşısında şəhadət məktəbi əbədi qalibiyyət deməkdir. Əbədi qalibiyyətdir. Düzdür ki, Xocalı şəhidləri məzlumdular. Məzlumdular, amma məhv olmadılar. Onların qanları yerdə qalmadı. Onlar əvvəla Allah dərgahına ucaldılar, amma dünyada da onların intiqamı alındı. Şükürlər olsun ki, bugün Xocalı işğaldan digər torpaqlarımız olduğu kimi, digər rayon və şəhərlərimiz olduğu kimi Xocalı şəhəri də işğaldan azad olub. Və Xocalı sakinləri yavaş-yavaş öz yurdu yuvalarına köçməyə hazırlaşırlar. Bu, Allahın bizə olan, xalqımıza olan xüsusi bir lütfüdür. Və sonuncu sual budur ki, görəsən biz Xocalı faciəsini necə yaşadaq, necə yaşatmalıyıq? Həzrət Əli əleyhissalam buyurur, Kunu lizzalimi xasmən və lilməzlumi avnən. Zalıma düşmən, məzluma kömək olun. Əvvəla, Xocalı faciəsinin, soyqırımının yaşadılması bu cür tədbirlərin, məclislərin təşkil olunması ilə, şəhidlər xiyabanının ziyarət olunması ilə həyata keçirilirsə, digər bir yolu da gələcək nəsli, qarşıdakı nəsli mənəviyyatlı yetişdirməkdir. Əgər elmli, güclü və mənəviyyatlı nəsil yetişdirilərsə, o nəsil zülm görməz. Əgər mənəviyyatsız nəsil yetişdirilərsə, təbii ki, onlar zəif olar, zəif bir ümmət olar və yenidən zülmə məruz qalar. Güclü və mənəviyyatlı nəsil yetişdirilərsə isə, onlar öz hüquqlarını necə tələb etməli olduqlarını bilərlər və bir daha başqalarının haqsızlığına, zülümlərinə məruz qalmazlar. Ona görə bizim Allahdan istəyimiz budur ki, Allah cəmi məzlumların fəryadına çatsın və şəhidlərimizin qanını ümmətimizin izzəti yolunda nurçılaq qərar versin. O gün, bu yaxınlarda Xocalı soyqırımla bağlı çıxış eləyən ilahiyyatçılardan, din xadimlərimizdən biri gözəl bir nüansı toxundu. O nüans nədən ibarət idi? Deyir, bizə məsələn, adi vaxtlarda deyirləri ərəbə ağlayanlar. İndi o ərəbə ağlayanlar deyən şəxslər hardadılar bu 26 fevral Xocalı soyqırımı günü? Biz məsələn 3 nəfər, 5 nəfərlə 50 nəfər, 100 nəfər, 300-500 nəfər məsələ yığılıb bu tədbiri keçirdirik, onları yad edirik, xatirəsini əziz tuturuq. Görürsən, onlar hansı istirahət mərkəzindədirlər? Hansı əyləncə mərkəzindədirlər? Niyə görə 3-5 nəfər, heç olmasa ən azı 10 nəfər, 20 nəfər yığılıb, onlar da bu xatirəni əziz tutmurlar. Şəhidlər xiyabanına keçdi. Adi vaxtı, adi həyatlarından bir balaca bir fragmenti işıqlandırıb sosial şəbəkədə paylaşırlar. İndi də geçsinlər, nə gözəl olar ki,
Şəhidlər xiyabanı ziyarət edib belə günlərdə onlar. Deməli, həmin şəxslərin nəticəni bu cür verdi ki, həmin şəxslərin əslində fikri, zikri ərəb deyil və həmin şəxslərin fikri, zikri öz millətləri də deyil. Bəziləri bilərəkdən, bəziləri bilməyərəkdən kimlərisə xidmət göstərirlər. Bizim Peyğəmbərimiz ərəb olduğuna görə biz öz Peyğəmbərimizdən imtinamı eləməliyik. Bizim imamımız İmam Hüseyin əleyhissalam, digər imamlarımız ərəb olduqlarına görə Allahın bizə təyin etdiyi ilahi rəhbərlərdən mi vaz keçməliyik? Əslində, bütün bu sözləri danışanlar, bu cür anti-təbliğat aparanlar Həzrət Peyğəmbərin dövründə necə ki, Peyğəmbərə qarşı çıxırdılar, Peyğəmbəri bəyənmirdilər, Peyğəmbəri incidirdilər. İndi də zəmanə imamına, indi Peyğəmbər yoxdur, zəmanə imamı var, ona qarşı əks təbliğat aparırlar. Və bu təbliğat da ərəbə ağlamaq fikri və yaxud başqa bəhanələrlə aparılan təbliğat da zəmanə imamına, zəmanənin dövrün ilahi höccətinə, ilahi rəhbərinə qarşı aparılan əks təbliğatdır. İmam Sadiq əleyhissalam buyurur ki, hər kəs İmam Mehdi əleyhissalam üçün dua eləyərsə, hər kəs o həzrət üçün dua eləyərsə, o da onun üçün dua eləyər. Sən bugün zəmanə imamı üçün dua eləyirsən, bil ki, o da sənin üçün dua eləyir. Çünki bizim nə qədər mərifətimiz var. İndi hələ dua eləyənindən gedir ki, dua eləyiriksə, xatırlayırıqsa, nə qədər mərifətə malik, məhdud səviyyədə, düzdür? Mərifəti hüdudsuz olan zəmanə imamı, sən bu mərifətlə onu yad elədiyin halda necə ola bilər ki, o səni dua eləməsin və sözünün davamında İmam Sadiq əleyhissalam buyurur ki, xoş o kəsin halına ki, zəmanə imamı onun üçün dua eləyir. Və İmam Baqir əleyhissalam buyurur ki, o ayda, yəni Ramazan ayında baş verəcək səs, eşidiləcək səs, Cəbrailin bu yaranmışlar, Cəbrail mələyin bu yaranmışları olan çağırışıdır. İmam Baqir əleyhissalam bir hadisədən xəbər verir, müjdə verir. O ayda, yəni Ramazan ayında baş verəcək səs Cəbrail əleyhissalamın bu yaranmışları olan çağırışıdır. Sonra Həzrət buyurdu ki, carçı səmadan qaimin adı ilə nida eləyəcək. O səsi deyir, qərbdə və şərqdə eşitməyən şəxs olmayacaq, hamı eşidəcək. Bu səsin dəhşətindən deyir, yatmış şəxs oyanacaq. Əgər bir şəxs deyir, ayaq üstədirsə əyləşəcək, əyləşibsə ayağa qalxacaq. Sonra dua eləyir İmam Baqir əleyhissalam ki, Allah rəhm eləsin bu səsə əhəmiyyət verib ona təslim olan şəxsə. İlk səs Ruhul Əmin Cəbrailin səsi olacaq. Allahın verir İzzət Cəlalı xatirinə bizi zəmanə imamın daim diqqət nəzərində saxlayanlardan qərar versin. O Həzrətin zuhuru zamanı Həzrətin yanında möhkəm sabit qədəmlərlə dayananlardan qərar versin. Həzrətin lütfü sayəsində dünyadan köçüb Allaha qovuşanlardan eləsin.